Şəmkirdən hamıya salamlar olsun. Əziz izləyicilər, gəlmişəm Şəmkirə, amma Fərhadın xəbəri yoxdur. Fərhad Şəmkirdədir, atası gildədir. Mən də Bakıdan birbaşa gəlmişəm. Məndə konum var idi və məni necə qarşılayacaq mənə maraqlıdır. Əgər sizə də maraqlıdırsa, onda mənimlə birlikdə getdik. Və nəhayət ki, gəlib çıxdım Şəmkirin Zəyəm Cidaxan kəndinə. Fərhad gelin evinin qarşısındayam, buradayam. Qapını döyüm. Bilmirəm indi. Ona demişəm ki, Bakıda işlərim var. Bilmir də gələcəm. Yəni, kənd yerlərində daşla vururlar, onu bilirəm. İşləyəcək görürsən. Yəni, bu adı daşdır. Daşla vurur. Yeri gəlmişkən çəkəndə qonşudur. Şəmkirdə də taksi şoföründən xahiş elə, taksi sürücüsündən xahiş eləmişdim Şəmkirdə. Ne dersen? Hoş gelsin, hoş gelsin. Təcrübələnmədin. Kamera da var da. Kamera var hə. Ne var sen? Qonşunun başını düşürmüşəm. Ha. Sağ qonşu uşağa demişəm ki, gəl bir məni çəkdə. Sen Allah oradan buna ne yaxşı gələ bildin. Ne tamam. Gəldim də nə bilim, darıxdım gəldim. Gel şöyle durma gel. Hoş gelsin. Dur da. Elimde yavazadı var. Gel. Gel işledim sen. Telefonu ver, özüm çəkəcəm. Yine de. Hə, çox sağ ol, çox sağ ol. Qısım kan qoyaq, bir şeylər yeyim, yol gəlmişəm. Neyse Uzaq pay getirsən. pay yox, pay aparmağa gəlmişəm. Ya. Səninlə birlikdə. Ha. Deyən nəsə yiyeyim də, deyən nəsə ev yox olan şeydir. Gel nəsə bir şeylər atışdırım da yeməyə də. Bizdə qonağı birinci işlədirlər sonra. Necə öyle şey olur? Gəlsən Allah o kartofu çıxar da sonra yeyərik. Ha, yox, hazır yemək yoxdur. Yumurta da yeyərəm, ev yox. Acam yol gəlmişəm. Yox, birinci işləyək, qoy adam sonra işləyəmir. Yemək yerindən sonra işləyəmir vallahi adam. Nə danışır bu? Vallahi gedəni sən can gəl. Elə təkcə. Allah. Bərinə, özün özəllərinə. Bax, nə qəşəng toyuqlardan da bax. Xoruz toyuq, Xoruz toyuq. kəsəcəm sağ özdə. Xoruz istəyirəm, toyuq istəyirəm, çolpa, çolpa. Kəsəsən də orada. Sağ qurbandır, gəl. Oradan. Bəra aparsan məni. Bax bu kartofu bu başdan hələ ki sən gəlişindən qoy. Kartofu eləyək. Hə. Kartofu çıxardaq sənin gəlişindən. Mənim gəlişimə kartof çıxartmayıb, çolpa kəs. Pişirməksən hələ. Çolpa kəs də. Çolpa axşama saxlayaq da. Ay Allah. Başda yallah. Mən? Afət xanım necəsiz, nə var, nə yox, keçin kartofun arxasına. Hə. Bir də çəkmək üçün eləyərəm. Cəmaət görsün ki, mən bacarıram da ki. Hə, o sonra söndürənə sonra özün deyəcəm. Kartof bura. Kartof yoxdur. Kartof var burada. Sən Allah belə gəl özümüz. Rayon oğlansı bəndə bilmirdim rayonda işləyərsən. Və bu boyda bizim. Kartof yoxdur burada. Var. Palçot hanı çıxart hə. Kartof var sənlə burada. Burada kartof var. Nə yox ki kartof. Sana kartof. Hanı? Yaxına gəl göstər gəl. Çıxdı kartof. Göstər. Kartofa baxın. Kamera çəkən yaxına gəlsin, bunu çəksin. Ayda, deyə kartof palçığın içində. Ay, kartofa bax. İndi başlayaq. Bu da bilirsən nədir? Bunun qızart belə qabıqlı qızardırsan ya bunu. Buna baxay böcəyə. Böcəyi də var orada. O nə üçündür bəs? Kamera çəkən yaxına gətirsə görər bunu. Böcəyə bax. O nə üçündür bə? Ha? O orada Bu kartofları xarab eləyir də. kartofu xarab eləyir. Hə, kartofları yeyir. Mən elə bilirəm ki, onu qoruyur. Gəlsən belə eləyək. Nə qəşəng kartofdur. Mən də silərə çıxartmaq ondan. Zəhmət deyəcəkdir ki, bu qonağı deyəcək işlədir burada. Mən Sonra bacarım. işlədərəm mən kamera xəs. Hə? Deyərəm ki, Bir dənə çolpa kəsərsən də olmasa. Çolpa kəsərsən. yağdan zaten alış gətirsən. Ay Allah. Ya nədir? Yaxşı soğutma yeyərəm, soğutma. Çolpaya bax çolpaya. O çolpadır o. Nə o çək? O çolpadır o. Onu çolpa deyir. Çolpa. Çolpa yox. Çolpa sən. Gəl oraya. Orada qızıl gül də gördüm. Gördüyüm var, gəl. Hə. Gəl burada qızıl gülləri. Bir də qızıl güllərə baxaq. Kamera çəkən gəl qardaş. Gəl. Hə, bax bura. Sən kənd uşağısan, o sənin üçün fərqi yoxdur. Kənddə yox, harda? Mən də düzdür, kənd uşağıyam, amma rayonda böyüməmişəm də. Yəni, mən Bakıda böyümüşəm. Ona görə. Azərbaycandan kənarda yaşayan, qürbətdə yaşayan bizim həmyerlilərimiz, bilirəm ki, bu kəndin qoxusunu siz, bilmirəm, virtual olaraq sinənizə çəkirsiniz. Ona görə bu videonu sizin üçün çəkirəm. Gəlişinə quzu kəsim ömrüm. Ay, kesən romantiksən də indi.
ilə mətanət gülüdür mənim balam. Mətanət kimdir? Hər şey Mətanət gül- kimdir? Hə, Mətanət gəl, kimdir? gəl. Yaxşı güllərdir. Hə. Qızıl güldür də, hə? Hmm. Qızıl güldür ha. Yəni bu qızıl güldür, ondan bilmirəm nə gülüdür. Hə. Onda gəl, bax bu da bizi bu adlarını yalanını tanımaq. Hə. Deyir ki, bilmirəm atları nədir? Atam əkibdir bunları. Bu desən nanədir. Baxın. Bu üzüm ağacı, Yox, heç şey iyi gəlmir. Hə? Kamera çəkənin çəkər, bu üzüm gəlir yayda. Ha, üzüm ağacı. Nə balacaq bu üzüm ağacı? Bunu Bir dənə qazan, bilirsən də, bir qazanlıq dolma bişirdim, vəsə. Pişə bilirsən? Hə. Bunu vaxtı ha vaxtı. Yarpaq böyüdü axı, çox böyüdü bu yarpaq. Bax ümumiyyətlə Afət xanım, bunu Elə üzüm bunu balacı bundan ibarət. Aa, zoğal da var orada, zoğal. o Oranın zoğalın çək zoğal var. vaxtına orada. Zoğalın vaxtına var. Hə, zoğal deyil, o nar ağacıdır. Ora bax, nə gözəldir ora. Hə. Çox O, gözəl. o üzümün sezonu hələ var da. Görürsən Üzüm mövsümü hələ var. Yaxından çəkər, bu da baxar bunu. Ay sağ ol, bu üzümün hələ. Bu da nar ağacıdır. Görürsən? Nə çiçək. Hələ narı hələ qalıb hə. Hə, birazdan yayda gələrsən, yayın orta aylarında gəlib yeyərsən. Yəni hə, gələrəm. Bezin pulu da sən verərsən. 6 saat yol gəlmişəm. Düzdür, xəbəri yoxdur gəlməyə də. Gəlmişəm. Düz səhər tezdən gəlmişəm özdə. Və gəlmişəm burada. Deyirəm ki, bəlkə indi çolpa kəsə, mənə kartof əkdirir, nə gül verir mənə. Kartof çıxarda sonra. Gör nə deyirəm, o gördüyüm o ağac var, qoz ağacı. Qoz Gördün, ağacı. Hə, qoz ağacıdır. Orada hər ildə 2 məşə, 3 məşə çıxır da. İntası qorxuram ora çıxır. Ay Fərhad, ağacdan danışma elə macundan. Ha? Hə. Başını qatıram da. Heç olmasa da o orada kartof çıxartmısan. O kartoflardan 2-3 dənəsini ataq da, atı danışır öz-özünə ye. Belə qulaqpərvərlik görməmisiniz Allah haqqı. Bu nədir elə? Nədir ki bu? Gülünü söylə də, get elinə taxın. Ya, telimə taxırsan. Ay sağ ol, ay telli qız. Onu taxmırlar onu. Qoy da dasın. Nəysə. Bu da bunun qonaqpərvərliyi gördünüz də. O görürsən, hələ əsl gilas yetişmir. Əsl gilas yetişmir hələ. O gilasdır. Hə, gilas. Hələ yetişməyib. Hələ may ayıdır, ona görə də tam yetişməyib. Hələ tam yetişmir. Buna Sən mən bu həyətdə olmuşam, mənə lazımdır ağaclarla tanış eləmək. Turş gilasdır bu. Turş gilasdır bu. Ha, yemə, elə yemə. Verim. Yox. Nəysə, əziz izləyicilər, Bu da ki, gördünüz də, yəni də, nəsə gördünüz də, yaxşı sən getirmişik. Hə, nə bilim, hər şeyimiz var, amma ortaqda heç nə yox, qazan boşdur. Yeməkdən başqa da hər şeyimiz var. Siz də yazın, hansı bölgədənsiniz, hansı bölgənin hansı kəndindənsiniz. Yəni biz sizə də gələ bilərik, problem yoxdur. Kartofu çıxardandan sonra gələ bilərik, problemdir. Kartofu çıxardandan sonra. Bildiyiniz Hələ kimi özüm verilişin... denə görüm sözünü də kəsin. Danışacağım, sənə cavab verəcəm. Verilişin adı bildiyiniz kimi ailə canlıdır. Xoşbəxt ailələri evində qonaq olmaq istəyirik. Çünki hər kəsin bir problemi var. İstəyən problemlərdən uzaq olsun hamısı. Bizə baxanda üzünüz gülsün. Yəni bacardığımız qədər çalışırıq ki, yəni hər mövzulara toxunaq. Yəni hansı bir məşhurun evində də qonaq ola bilərik. Adi bir insanın da evində qonaq ola bilərik. Problem yoxdur. Sadəcə əlaqə nömrəmizə mesaj yazın, WhatsApp-a mesaj yaza bilərsiniz və biz bir mesajla sizin qonağınız ola bilərik. Gəlib bax, həm danışıb gülə bilərik, həm də yeyə bilərik. Həqiqətən darıxırdım. Darıxırdım mən. Nə yaxşı gəldin. Doğru. Vallahi. Kartof əkdirdin sən də mənə. Hə? Nəysə, özünüzə müğayət olun.